Salam əziz müəllimlər və abituriyentlər. Keçən dəfə sizlərə fonetikadan saitlər hissəsini izah etmişdim. Bu gün isə samitlər hissəsini izah edəcəm. Dərsimizə keçmədən öncə videolarımızı bəyənib kanala abunə olmağı unutmayın. Deməli başlayaq samitlər. Biz keçən dərs qeyd etdik ki, ağız boşluğunda maneəyə rast gəlib gəlməməsinə görə səsləri iki qrupa bölürük. Yəni danışıq səslərini iki qrupa bölürük. Saitlər və samitlər. Və qeyd etdik ki, saitlər maneəsiz səslərdir, samitlər isə maneəli səslərdir. Və samitlərin özünü də iki qrupa bölürük. Bəs nəyə görə iki qrupa bölürük? Səs tellərinin iştirakına görə. Səs tellərinin iştirakına görə. Deməli, səs tellərinin iştirakına görə samitləri iki qrupa bölürük. Çar samitlər və cingiltili samitlər. Çar samitləri tələffüz edən zaman səs telləri iştirak etmir. Yəni, səs telləri qeyri-fəal olur. Səs telləri qeyri-fəal olur. Ancaq cingiltili samitləri tələffüz edən zaman səs telləri fəal olur. Yəni, çar samitlərin tələffüzündə səs telləri iştirak etmir, ancaq cingiltili samitlərin tələffüzündə səs telləri iştirak edir. Və çar samitlər yalnız küydən ibarətdir, ancaq cingiltili samitlər həm küy, həmçinin də avazdan ibarətdir. Həm küy, həm də avazdan ibarət olur. Və Azərbaycan dilində ümumilikdə 25 samit səsimiz var. 23 samit hərfimiz var. Biz bilirik ki, k səsi, həmçinin də ix səsinin xüsusi hərf olaraq əlifbada bir qarşılığı yoxdur. Biz bunlara sadəcə olaraq nə zaman rast gəlirik? Sözün tələffüz formasına. Yəni, bunlar hərf olaraq yox, sadəcə səs olaraq var. Və x iştirik, biz bunu oxuyuruq ix formasında və diqqətli olmaq lazımdır. Əgər k-nın üzərində iştirik işarəsini qoymasa, bu zaman k səsini ifadə etməyəcək, elə k səsini də ifadə edir. Və yaxud da x-nın üzərində iştirik işarəsini qoymasa, bu zaman elə x deməkdir. Yəni, çiçək sözünü əgər tələffüz etdikdə, çiçək ix formasında x iştirik işarəsi ilə bir yerdə işlənməyibsə, bu zaman artıq o çiçək forması deməkdir. Bu şəkildə tələffüz etmədiyimiz üçün olacaq yanlış. Yəni, iştirik işarələrinə diqqət yetirirsiniz. Və 25 samit səsdən 11-i çardır, 14-ü isə cingiltilidir. Və çar və cingiltili samitlər cütlük təşkil edir. Fonetik təhlil testlərində siz çox rast gəlirsiniz. Qeyd edilir ki, hansı sözdə çar cingiltili samit cütlüyünə istifadə olunubdur. Buna görə çar cingiltili samit cütlüklərini əzbər bilmək lazımdır. Bəs bunlar hansılardır? B, P, C, C, D, T, C, Ç, R, X, J, Ş, Y, İ, Z, S, V, F, G və K. Deməli, çar cingiltili samit cütlüklərimiz hansılardır? B, P, C, C, D, T, C, Ç, R, X, J, Ş, Y, İ, Z, S, V, F və G, K. 10 dənə samitimizin çardırsa cingiltili qarşılığı var, cingiltili isə çar qarşılığı var. Ancaq cingiltili samitlərdən L, M, N, R samitləri, həmçinin də çar samitlərdən H samitinin qarşılığı yoxdur. Belə ki, cingiltili samitlərdən L, M, N, R samitlərinin çar qarşılığı yoxdur. Ancaq H samiti çardır, bununsa cingiltili qarşılığı yoxdur. Ümumilikdə qarşılığı olmayan 5 dənə samitimiz var. L, M, N, R və H. Ancaq bu 4 samitə biz həmçinin deyirik sonor samitlər. Sonor samitlər nədir? Sonor samitlər cingiltili olub çar qarşılığı olmayan samitlərdir. Ancaq H samiti bunun əksinədir. H samiti çar samitdir, bunun cingiltili qarşılığı yoxdur. Ona görə biz H samitinə demirik ki, bu samit sonor samitdir. Sonor samitlər sadəcə L, M, N, R samitləridir.
Bir də samitlərlə bağlı ümumi nələri bilmək lazımdır? Samitlərdə m və n samitləri burun samitləridir. Biz m və n samitlərini tələffüz etdikdə burnumuzda hardasa bir, belə deyim də, titrəyiş hiss edirik. Deməli, m və n samitləri burun boşluğunda formalaşır. Ona görə m və n samitləri burun samitləridir. H samiti boğaz samitidir. Digərlərini isə deyəcəyik ağız samiti. Deməli, m və n burun samitləri, h boğaz samiti, geridə qalanlar isə ağız samiti hesab olunur. İndi isə keçək samitlərin fərqli tələffüz qaydalarına. Azərbaycan dilində geniş tələffüz olunan iki əsas samitimiz var. Biri ç samitidir, biri də q samitidir. İlk öncə başlayaq ç samitindən. Ç samiti 5 müxtəlif səsi ifadə edir. Yəni, bir sözü ç ilə yazıb ç ilə tələffüz edə bilərik, ç ilə yazıb k ilə tələffüz edə bilərik, c ilə tələffüz edə bilərik, y ilə tələffüz edə bilərik və i ilə tələffüz edə bilərik. Yəni, ç ilə yazdığımız sözü 5 fərqli tələffüz formasında işlədə bilərik. Hansı sözləri ç ilə yazıb ç ilə tələffüz edirik? Milli və ərəb-fars mənşəli sözləri. Milli və ərəb-fars mənşəli sözləri adətən ç ilə yazıb ç ilə də tələffüz edirik. Məsələn, tutaq ki, deyirəm kamil sözünü. Tələffüz etdiyimiz zaman kamil. Bu şəkildə tələffüz edirik. Ərəb mənşəli sözdür. Ç ilə yazdıq, tələffüzündə də elə ç ilə tələffüz etdik. Və yaxud məsələn, kitab sözünü. Ç ilə yazırıq, elə ç ilə də tələffüz edirik. Daha sonra k ilə tələffüz olunma. Rus və Avropa mənşəli sözlərdə ç ilə yazıb, k ilə də tələffüz edəcəyik. Məsələn, tutaq ki, deyirəm kaktus sözünü. Sözü tələffüz etdiyimiz zaman kaktus formasında tələffüz edirik. Daha sonra ç ilə yazıb c ilə tələffüz etdiyimiz sözlər. İtki, seçki, bitki, bu tipli sözlərdə ç-nı c kimi tələffüz edirik. Məsələn, itki yazırıq, itki formasında tələffüz edirik. Bununla yanaşı işlənən iki ç samitindən ikincisi c kimi tələffüz olunur. Məsələn, tutaq ki, deyirəm səc-ciz, tələffüz etdikdə səc-ciz formasında tələffüz etməliyik. Daha sonra hansı sözləri ç ilə yazıb y ilə tələffüz edəcəyik? Y və İ məsələsində diqqətli olmaq lazımdır. Əgər özündən sonra sait gələrsə, bu saitlə başlayan söz ola bilər və ya şəkilçi ola bilər. Sait gələrsə. Bu zaman k-nı mütləq və mütləq y kimi tələffüz etmək lazımdır. Bu söz olduqda müəyyən dərəcədə problem yaşaya bilərik. Ancaq şəkilçi ilə yadda saxlamaq lazımdır. Şəkilçi artırdıqda həmçinin elə yazılışda da ç-y-ya çevrilir. Məsələn, tutaq ki, çiçək sözünə ə şəkilçisini artırsaq, yazılış forması elə olacaq çiçəyə. Yazılışda da elə ç-y-ya çevrildi. Deməli, sait gələndə ç nəyə çevrilir? Y-ya çevrilir. Və yaxud məsələn, deyirəm çiçək, ətri, özündən sonra saitlə başlayan söz gəlir, yenə çiçək sözü çiçək formasında tələffüz olunacaq. Çiçək, ətri. Daha sonra hansı sözləri ç ilə yazıb ilk kimi tələffüz edilir? Burada diqqətli olmaq lazımdır. Bir sözü adi halda sözün sonu ç ilə bitirsə, bu zaman adətən onu i kimi tələffüz etməliyik. Yəni, məsələn, tutaq ki, deyirəm çörək sözünü. Çörək sözü adi halda necə tələffüz olunmalıdır? Ç-nı i-ha çevirməliyik. Tələffüz forması olacaq çörək formasında. Daha sonra söz ortasında ola bilər. Məsələn, tutaq ki, deyirəm məktəb sözünü. Tələffüz etdikdə söz ortasında gəlir. Bu zaman məktəb formasında tələffüz olunacaq. Daha sonra bir də özündən sonra samit gələrsə, yenə söz və yaxud da şəkilçi ola bilər. Məsələn, tutaq ki, deyirəm çörəkdən. Tələffüz etdikdə çörəkdən
dən formasında tələffüz edəcəyik. Və yaxud özündən sonra samitlə başlayan söz gəlsin. Deyirəm çörək mağazası. Çörək sözü yenə çörək formasında tələffüz olunmalıdır. Deməli, ç səsi, ç hərfi 5 səsi ifadə etdi. Milli və ərəb fars mənşəli sözləri ç ilə yazıb, ç ilə tələffüz etdik. Rus Avropa mənşəli sözləri k ilə tələffüz etdik. İtki, seski, səpki, bitki, bu tipli sözlər var ki, bunları c ilə tələffüz etdik. 8 eyni cinsli, qoşa samitli ç-nı görürüksə, bu zaman 2 ç-dan ikincisi c kimi tələffüz olundu. Bunu həmçinin eyni cinsli qoşa samitdə də izah edəcəyik. Daha sonra hansı sözləri ç ilə yazıb y ilə tələffüz etdik ki, sözümüz ç ilə bitsin. Özündən sonra saitlə başlayan söz və yaxud da şəkilci gəlsin. Özündən sonra samitlə başlayan söz və yaxud şəkilci gələrsə, bu zamanda iyıq kimi tələffüz etdik. Həmçinin söz ortasında və adi halda da ç-nı iyıq kimi tələffüz edə bilərik. Bu oldu ç samiti. Daha sonra q samiti. Q samiti də 4 müxtəlif səsi ifadə edə bilər. Q səsini ifadə edə bilər, k səsini ifadə edə bilər, ğ səsini ifadə edə bilər və x səsini ifadə edə bilər. Hansı sözləri q ilə yazıb q ilə tələffüz edəcəyik? Söz q ilə başlayırsa, yəni sözün əvvəlindəki q elə q kimi də tələffüz olunmalıdır. Məsələn, tutaq ki, deyirəm qapı, qapı sözünü elə qapı formasında da tələffüz edirik. Daha sonra iki saitin arasında. Məsələn, tutaq ki, deyirəm əlaqə. Əlaqə sözündə a və ə saitlərinin arasında işlənib, elə olduğu kimi qalacaq əlaqə. Q kimi də tələffüz olunacaq. Bir də diqqət yetirmək lazımdır özündən sonra çar cingiltili samitin gəlməyinə. Özündən sonra cingiltili samit gələrsə. Məsələn, tutaq ki, deyirəm miqyas. Miqyas sözündə qdan sonra y, yəni cingiltili samit gəlir. Bu zaman elə miqyas formasında da tələffüz olunmalıdır. Deməli, q sözün əvvəlində gələrsə, həmçinin sözün ortasında iki saitin arasında gələrsə və yaxud da özündən sonra cingiltili samit gələrsə, q kimi yazıb, elə q kimi də tələffüz edirik. Əgər özündən sonra çar samit gələrsə, bu zaman q ilə yazıb, k ilə də tələffüz etməliyik. Məsələn, tutaq ki, deyirəm nöqtə. Nöqtə sözündə qdan sonra t. Çar samit gəldiyi üçün tələffüz zamanı olacaq nöqtə formasında. Və yaxud məsələn, deyirəm rəqs sözünü. Özündən sonra s. Çar samit gəldiyi üçün tələffüz zamanı olacaq rəqs formasında. Daha sonra bir də eyni cinsli qoşa q olduqda, bu zaman da birincisi k kimi tələffüz olunur. Məsələn, tutaq ki, deyirəm toqqa. Tələffüz etdikdə birinci q, k kimi tələffüz olunur. Olur toqqa formasında. Bu da olur q samitinin k kimi tələffüz olunması. Daha sonra q səsini ifadə etməsi və x səsini ifadə etməsi. Burada yenə sait samit məsələlərində diqqətli oluruq. Özündən sonra sait gələrsə, saitlə başlayan yenə söz də ola bilər, şəkilçi də ola bilər. Bu zaman q samiti ğ səsinə çevrilir. Həmçinin saitlə başlayan şəkilçi artırdıqda elə yazılışda da çevrilir. Məsələn, tutaq ki, götürürəm qapaq sözünü. Qapaq sözünə AR şəkilçisini artırsaq, necə olacaq? Qapağa. Elə yazılışda da q-ğ əvəzlənməsi baş verdi. Daha sonra saitlə başlayan şəkilçi artıranda çevrildi. Deməli, söz artıranda da çevriləcək. Məsələn, tutaq ki, deyirəm açıq, aydın. Özündən sonra aydın. Saitlə başlayan söz gəlib, tələffüz zamanı olacaq açıq, aydın. Deməli, sait gəldikdə q-nı çevirdik ğ səsinə.
Nə zaman x kimi olacaq? Bu adi halda ola bilər. Adi halda. Yəni bir sözün sonu q ilə bitirsə, özündən sonra nə sait, nə samit verməyibdirsə, bu zaman adi halı sayılır. Q-nı x kimi tələffüz etməliyik. Yəni məsələn, adi halda qonmaq sözü tələffüz zamanı olacaq qonmaq formasında. Q-nı söz sonunda x-ya çeviririk. Daha sonra bir də yenə özündən sonra samit gələrsə. Samit gələrsə. Yəni söz və yaxud da şəkilçi samitlə başlayan söz şəkilçi gələrsə. Və bunlar təbii ki, söz sonundan söhbət gedir. Söz sonu q ilə bitirsə, sait gəldikdə q-ya çevirəcəyik, samit gəldikdə isə x-ya çevirməliyik. Məsələn, tutaq ki, açıq, qırmızı. Sözün sonu q ilə bitib, özündən sonra qırmızı, samitlə başlayan söz gəlib, tələffüz zamanı olacaq açıq, qırmızı. Bu şəkildə tələffüz edəcəyik. Və yaxud məsələn, götürürəm uşaq sözünü, uşaq sözünə dan-dən şəkilçisi artırıram, uşaqdan. Sözün sonu q ilə bitdi, özündən sonra samitlə başlayan şəkilçi gəldi. Tələffüz zamanı olacaq uşaqdan. Bu da oldu q səsinin fərqli tələffüz qaydası. Deməli, q kimi tələffüz edirik. Söz q ilə başlayarsa, sözün ortasında iki saitin arasında işlənərsə, həmçinin söz daxilində özündən sonra cingiltili samit gələrsə. Q kimi tələffüz edirik, söz daxilində özündən sonra kar samit gələrsə, q kimi tələffüz edirik, söz sonunda işlənən q-dan sonra saitlə başlayan söz və yaxud şəkilçi gələrsə, x kimi tələffüz edirik bir sözü adi halda, bir də söz sonunda işlənib özündən sonra samitlə başlayan söz və yaxud şəkilçi gələrsə. Daha sonra eyni cinsli qoşa samitli sözlərin tələffüz qaydası. Eyni cinsli qoşa samitli sözlərdən qoşa q işlənə bilər, qoşa ç işlənə bilər, qoşa p işlənə bilər, qoşa t işlənə bilər, həmçinin qoşa y işlənə bilər. Bunları gördükdə diqqətli olmaq lazımdır, dəyişmə baş verir. Qoşa q ilə işlənən sözlərdə q samiti cingiltili samitdir. Yanaşı işlənən iki eyni cinsli cingiltili samitdən birinci söz kar qarşılığına çevrilir. Yəni birinci q-nı k kimi tələffüz edirik, ikinci q olduğu kimi qalır. Qoşa k, qoşa p, qoşa t. Bunlar kar samitlərdir. Yanaşı işlənən iki eyni cinsli kar samitdən də ikincisi öz cingiltili qarşılığına çevrilir. Yəni ikincisi c kimi tələffüz olunacaq, ikincisi b kimi tələffüz olunacaq, ikincisi d kimi tələffüz olunacaq. Qoşa y-da isə tamamən fərqlidir. Qoşa y-da tələffüz zamanı y-nın birinin düşməsi var. Bunda diqqətli olur. İndi qoşa q ilə yazılan sözlərdə, məsələn, tutaq ki, deyirəm saqqız. Saqqız sözü qoşa q ilə yazılıb, qaydaya görə birincisini çevirməliyik k-ya. Tələffüz zamanı olacaq saqqız. Daha sonra qoşa k ilə olan sözlərdə ikincisi c-ya çevrilir. Sək, çiz, tələffüz zamanı olacaq sək-ciz formasında. Qoşa k ilə olan sözlərdə iki dənə istisna sözümüz var. Biri akkumulyator sözüdür, bir də akkordeon sözdür. Bu sözlərdə ümumiyyətlə tələffüz zamanı heç k, c demirik, hansı səsindən istifadə edirik? K səsindən istifadə edirik. Məsələn, tutaq ki, akkordeon sözü, akkordeon ç ilə yazılır, iki dənə ç ilə yazılır, amma tələffüz zamanı akordeon formasında tələffüz edirik. Yəni akkumulyator və akkordeon. Bu iki sözlər yanaşı işlənən iki ç-dan ikincisi c-ya çevrilmir. Həmin sözlər sadəcə k ilə tələffüz olunur. Daha sonra qoşa p ilə olan sözlərdə ikincisi b-ya çevrildi. Tutaq ki, deyirik top, buz, tələffüz zamanı top, buz formasında tələffüz edəcəyik. Bundan da istisna bir dənə opponent sözü var. Opponent sözündə qoşa p var, ancaq tələffüz zamanı p-nın biri düşür. Tələffüz edəndə opponent formasında tələffüz edirik. Bu qeydi də yadda saxlayaq. Daha sonra qoşa t ilə olan sözlərdə tutaq ki, deyirik hətta, tələffüz zamanı olacaq hətta. İkincisi çevrildi d-ya. Qoşa y ilə olan sözlərdə adətən iyyat,
iyyət və iyyə ilə bitərsə, təbii ki, burada adətən kök və şəkilçidən söhbət gedir. Bu zaman qoşa y-dan biri tələffüz zamanı düşməlidir. Amma hər zaman bunu bütün sözlərə aid etmək təbii ki, olmaz. Bəzi sözlər var ki, həmin sözləri şəkilçiyə ayıra bir, kök və şəkilçiyə ayıra bilmirik, amma həmin sözdə də qoşa y-nın birinin düşməsi var. Məsələn, tutaq ki, deyirəm kəşfiyyat. Tələffüz zamanı olacaq kəşfiyyat. Sözün kökü kəşfli iyyət leksik şəkilçidir. Bu zaman tələffüzdə y-nın biri düşdü. Məsələn, tutaq ki, ədəbiyyat. Sözün kökü ədəbdir, iyyət leksik şəkilçidir. Tələffüz zamanı y-nın biri düşəcək. Məsələn, tutaq ki, götürək riyaziyyat sözü. Riyaziyyat sözü hələ də mübahisəlidir ki, biz burada sözün kökünün riyazi götürsək, riyazi sözü var dilimizdə. Y-yi at adında şəkilçimiz yoxdur. Bu cür götürə bilmirik. Və yaxud riyaz sözün kökünü götürsək, bizdə də riyaz sözü yoxdur. Amma təbii ki, ərəblərdə bu söz istifadə olunur. Ona görə əslində bunun məzmununda kök və şəkilçi var. Məsələn, riyaziyyat sözündə də artıq y-nın birinin düşməsi faktı var. Amma diqqətli olmaq lazımdır. Məsələn, tutaq ki, götürək niyyət sözünü. Niyyət sözündə də qoşa y-dan istifadə olunubdur. Amma biz burada iyyatı tutaq ki, şəkilçi götürdük, burada y-nın birini də düşürdük və sonda sözün kökü n-dırmı xeyr. Artıq bu sözün yazılışı da, tələffüzü də elə niyyət formasındadır. Daha sonra bəzi sözlər var ki, həmin sözlər problem yaradır ki, bu sözdə qoşa y var, yoxsa bir dənə y var yazılışında. Məsələn, tutaq ki, tərbiyə sözünü götürək, tövsiyə sözünü götürək, mərsiyə sözünü götürək. Bu hansı ki, sözlər problem yaradır ki, qoşa inandı, yoxsa bir inandı. Bunları yadda saxlamaq mütləqdir ki, hansı ki, sınaqlarda, qəbullarda geniş şəkildə istifadə olunur. Məsələn, tərbiyədir, tövsiyədir, mərsiyədir, haşiyədir. Bu sözlər bir y ilə yazılan sözlərdir. Artıq tərbiyə sözünü tərbiyə, mərsiyə sözünü mərsiyyə, tövsiyə sözünü tövsiyyə formasında yazmaq qətiyyən olmaz. Bu da olur eyni cinsli, qoşa samitli sözlərin fərqli tələffüz qaydası. Daha sonra söz sonunda b, d, c və c samitlərinin fərqli tələffüz qaydası. Bunlar necədir? B, d, c və c samitləri. Bu sözlərin 3 məqamı var. Özündən sonra saitin gəlməsi, özündən sonra samitin gəlməsi, bir də bu sözlərin adi halı var. Deməli, bir sözün sonu b samiti ilə bitirsə, adi halda onu öz qarşılığına çevirmək lazımdır. Yəni, p kimi tələffüz etmək lazımdır. Bu hamısında bu cürdür. Bir sözün sonu adi halda d ilə bitirsə, yəni özündən sonra nə sait, nə də samit yoxdursa, mütləq və mütləq t ilə tələffüz etməliyik. Məsələn, tutaq ki, sonu b ilə bitən bir dənə söz götürürəm, kitab sözünü. Kitab sözünü adi halda biz necə tələffüz etməliyik? Kitab formasında tələffüz etməliyik. Daha sonra, özündən sonra samitlə başlayan söz şəkilçi gələrsə, samitlə söz şəkilçi gələrsə, bu zaman da b-nı p-ya çevirmək lazımdır. Yəni, məsələn, deyirəm kitabdan, özündən sonra samitlə başlayan şəkilçi dedim, tələffüz etdikdə kitabdan formasında tələffüz etməliyik. Özündən sonra samitlə başlayan söz olduqda, yenə eyni qayda. Deyirəm kitab mağazası, tələffüz zamanı olmalıdır kitab mağazası. Daha sonra saitlə başlayan söz şəkilçi gələrsə, saitlə başlayan söz şəkilçi gələrsə, bu zaman olduğu kimi qalır. Yəni sözü b ilə yazmışıqsa, elə b ilə da tələffüz etməliyik. Məsələn, tutaq ki, deyirəm kitab aldım. Tələffüz zamanı deyirik elə kitab aldım. Və yaxud şəkilçi deyirəm. Məsələn, tutaq ki, kitaba sözünü A yönlü çal şəkilçisi, kitabpa demirik. Necə deyirik? Elə kitabba formasında da deyirik. Deməli, adi halda öz qarşılığına çeviririk. Özündən sonra samit gələrsə öz qarşılığına çeviririk. Özündən sonra sait gələrsə bu zaman elə olduğu kimi də qalır.
Digərlərində də eynən bu cürdür. Məsələn, d, kənd sözünü götürək. D ilə bitən sözdür. Adi halda necə olacaq? Kənd formasında tələffüz olunacaq. Özündən sonra samitlə başlayan söz və yaxud şəkilçi deyirəm. Kənddən. Samitlə başlayan şəkilçi dedim. Tələffüz zamanı olacaq. Kənddən. D yenə t-ya çevrildi. Və yaxud deyirəm kənd məhsulu. Tələffüz etdikdə necə olacaq? Kənd məhsulu formasında olacaq. Və yaxud deyirəm kəndə. Yönlü çal şəkilçisi artırdım. Tələffüz zamanı ilə kəndə olduğu kimi qalacaq. Yox, əgər söz artırıramsa, kənd, məsələn, alması. Bu zaman da elə kənd alması formasında tələffüz etməliyik. Daha sonra c ilə, məsələn, tutaq ki, deyirəm nəhəng sözünü. Adi halda nəhəng ç ilə tələffüz etməliyik. Özündən sonra, məsələn, deyirəm nəhəngə, indi ardıcılığı pozdum, samit deyim. Məsələn, tutaq ki, nəhəngdir. Tələffüz formasında nəhəngdir. Ç-ya çevriləcək. Və yaxud deyirəm nəhəngdiv. Yenə samit gəldi. Tələffüz forması yenə nəhəngdiv formasında tələffüz olunacaq. Özündən sonra sait, məsələn, tutaq ki, nəhəngə, mən səhv yazdım, nəhəngə. Tələffüz forması elə nəhəngə. Tutaq ki, deyirsən nəhəngə bax, özündən sonra saitlə başlayan şəkilçi gəldiyi üçün elə c formasında da qalacaq. Və yaxud deyirəm nəhəng adam, özündən sonra adam, saitlə başlayan söz gəldiyi üçün tələffüz forması elə yenə nəhəng formasında qalacaq. Daha sonra c ilə, məsələn, tutaq ki, deyirəm ağac sözünü. Adi halda ağac sözü necə olacaq? Ağac c ilə tələffüz olunacaq. Samitlə başlayan söz şəkilçi deyirəm. Ağacdan. Tələffüz forması olacaq. Ağacdan. Sonra samitlə başlayan söz deyirəm. Ağac forması. Tələffüzdə olacaq ağac forması. Ç-ya çevriləcək. Saitlə başlayan söz deyirəm. Məsələn, ağaca. Tələffüz zamanı elə necə olacaq? Ağaca olacaq. Və yaxud deyirəm ağac, əkmək. Saitlə başlayan söz dedim. Tələffüz zamanı olacaq elə ağac, əkmək. Ağac sözü elə c formasında da tələffüz olunacaq. Deməli, söz sonunda b, d, c samitlərinin qaydası necədir? Özündən sonra saitlə başlayan söz şəkilçi gələrsə, elə b, d, c bu formada da tələffüz edirik. Özündən sonra samitlə başlayan söz şəkilçi gələrsə, b-nı p-ya çeviririk, d-nı t-ya çeviririk, c-nı ç-ya çeviririk, c-nı da ç-ya çeviririk. Yox, əgər bu sözlər adi haldadırsa, yenə hər birini öz qarşılığına çevirmək lazımdır. Bu qayda mütləqdir, testlərdə də çox düşür, ona görə diqqətli olmalıyıq. Daha sonra samitlərlə bağlı fərqli tələffüz qaydaları. Bunlar müəyyən dərəcədə hər kitabda qeyd olunan qaydalardır. Diqqətli olmaq lazımdır və yadda saxlamaq lazımdır. Adi halda bir sözün daxilində t-dan istifadə olunubdursa, həmin t-nı d kimi tələffüz etməliyik. Hansı sözlərdə olur? Məsələn, tutaq ki, deyirəm həftə, tələffüz zamanı olur həftə. Və yaxud deyirəm xəstə, tələffüz zamanı olur xəstə. Deməli, adi halda söz daxilində t-dan istifadə olunubdursa, onu d kimi tələffüz etməliyik. Təbii ki, bu qaydadır. Sözlərin çoxuna aid olar, ancaq hamısına aid olar deyə bir anlayış yoxdur. Məsələn, qeyd olaraq ehtiyat, ehtişam, ehtimal, bu tipli sözlər var ki, bu sözlərdə t, d kimi tələffüz olunur. Yəni, ehtiyat sözünü ehtiyat formasında, ehtimal sözünü ehtimal formasında tələffüz etmək qətiyyən olmaz. Daha sonra avto ilə olan sözlər.
Başlığı avto ilə başlayan sözlərdə biz problem yaşayırıq ki, bu sözün yazılışı v-dır yoxsa f-dır. Yəni məsələn, avtomat yazılır yoxsa avtomat yazılır. Biz də testlərdə görürük, məsələn, qarşımıza çıxır avtomat formasında. Düşünürük ki, həqiqətən də avtomat bu cür yazılır. Qətiyyən olmaz. O sözlərin yazılışı v-dır, tələffüzdə isə bu v f-ya çevrilir. Bəzən o da a-ya çevrilir, bəzənlər çevrilmir. Amma v hər zaman f-ya çevriləcək. Məsələn, tutaq ki, deyirəm avtobus. Nə ilə yazılır? V ilə yazılır. Yəni bu avto hissəsində nədir? V-dır. Tələffüzündə f-dır. Tələffüz zamanı avtobus. Bu formada tələffüz olunacaq. Və yaxud deyirəm avtomat. Tələffüz zamanı olacaq avtomat. V yenə f-ya çevrildi, həmçinin o da a-ya çevrildi. Onun a-ya çevrilməsi bu artıq saytlərdə qeyd etmişdik. Vurğulu hecadan əvvəl gəlməsi və yaxud sonra gəlməsi, həmçinin vurğulu hecadan olması bundan asılı olaraq artıq o saytı a-ya çevrilir və yaxud da a-ya çevrilir. Əsas biləcəyimiz sabitlə bağlı nədir? Avto ilə olan sözlərin əvvəlindəki f yox, v samitidir. Məsələn, tutaq ki, asfalt sözü bu artıq avto ilə başlamır. Burada demək olmaz ki, bu sözün yazılışı budur, tələffüzü f-dır. Diqqətli olmaq lazımdır. Sadəcə avto ilə başlayan sözlərə baxaq. Daha sonra üçüncü qaydamız n samitindən sonra m və b samiti gələrsə, bu zaman n samiti m kimi tələffüz olunur. Deməli, n samitindən sonra m və b samiti gələrsə, bu zaman n samiti m kimi tələffüz olunur. Bu söz daxilində də ola bilər, həmçinin ayrı yazılan sözdə də ola bilər, kök şəkilçi qovşağında da ola bilər. Məsələn, tutaq ki, deyirəm qonmaq sözünü. Qonmaq sözündə sözün kökü qondur, maqmək şəkilçidir, qrammatik şəkilçidir. N-dan sonra m gəlibmi? Deməli, n samiti necə olmalıdır? M-ya çevrilməlidir. Qonmaq formasında tələffüz olunur. Həmçinin qının x-ya çevrilməsi də bayaq qeyd etdiyimiz qaydadır. Və yaxud məsələn, deyirəm sümbül. Sümbül sözü bütöv kökdən ibarət olan sözdür. Yenə n-dan sonra b samiti gəldiyi üçün necə olacaq? Sümbül formasında tələffüz olunacaq. Və yaxud ayrı yazılan söz ola bilər. Məsələn, 11. N-dan sonra b samiti gəldiyi üçün yenə tələffüz zamanı 11 formasında tələffüz olunacaq. Sadəcə bəzən nə problem yaradır? Bilmirik ki, bu söz n ilə yazılır, yoxsa m ilə yazılır. Ona görə bəzi sözlər var ki, həmin sözləri yadda saxlamaq lazımdır. Məsələn, tutaq ki, pambıq sözü. Pambıq sözü pambıq yazılır, pambıq tələffüz olunurmu? Yoxsa elə həqiqətən də m ilə yazılan sözdür. Artıq pambıq sözü elə m ilə yazılan sözdür. Və yaxud qumbara sözü, hambal sözü, peyğəmbər sözü, kombi sözü. Bu sözlər elə m ilə yazılır, m ilə da tələffüz olunur. Və diqqətli olaq. M ilə yazılıbsa m-ya çeviririk. Ancaq m ilə yazılıbsa da m-nı da n-ya çevirmək olmaz. M ilə yazılıbsa m olaraq qalacaqdır. Ancaq n ilə yazılıb özündən sonra m və b samiti gəlibdirsə, bu zaman mütləq n samitini m kimi tələffüz etməliyik. Daha sonra s-dan sonra d, t, z, s, l, n samitləri gələrsə, bu zaman s samitini də ş kimi tələffüz edirik. Məsələn, tutaq ki, deyirəm, içdi. İçdi sözündə c-dan sonra d samiti gəlib, tələffüz zamanı olacaq içdi formasında. Və yaxud məsələn, deyirəm, üç təpə. Yer adıdır. C-dan sonra t samiti gəldiyi üçün tələffüz zamanı olacaq üç təpə formasında. Deməli, c-dan sonra d, t, z, s, l samitləri gələrsə, c samiti çevrilir, ş samiti. Daha sonra c-dan sonra d gələrsə, c samiti də çevrilir, daha doğrusu c samiti də çevrilir j səsinə. C-dan sonra d gələrsə, c çevrilir j səsinə. Topluda bununla bağlı 3 dənə test var. Vicdan, tələffüz zamanı d gəldiyi üçün vicdan. Səcdə, d gəldiyi üçün olacaq səcdə. Əcdad, d gəldiyi üçün olacaq əcdad formasında. Deməli, c samitindən sonra d samiti gələrsə, c samiti də j kimi tələffüz olunur. Daha sonra, deməli, x-t, s-t, f-t,
ş, t. Bu hərf birləşmələrinə rast gəlir isə, bu zaman tələffüz zamanı özündən sonra samit işləndikdə t'lar tələffüzdə düşəcək. Məsələn, tutaq ki, deyirəm neft, si. Sözün kökü neftdir, si samitlə başlayan leksik şəkilcidir. Tələffüz zamanı olacaq neft, si formasında. T tələffüzdə düşdü. Və yaxud məsələn deyirəm sərbəstlik. Sözün kökü sərbəstdir, lik samitlə başlayan şəkilci gəlir. Tələffüz zamanı olacaq sərbəstlik formasında. L d-ya çevrilir, ç i-ha çevrilir, s olduğu kimi qalıb, ortada t samitini artıq tələffüz zamanı görmürük. Bir də verə bilirik ki, t d-ya çevrilib, l düşübdür, xeyr. L samiti d-ya çevrilibdir, t samiti isə tələffüz zamanı düşübdür. Adətən l ilə başlayan şəkilçiləri ya r-ya çeviririk, ya d-ya çeviririk, ya da n-ya çeviririk, fərqli şəkildə tələffüz edirik. Təbii ki, bütün sözlərə aid deyil, amma adətən bu şəkildə tələffüz edirik. Daha sonra biləcəyimiz başqa bir qayda, məsələn, qazaq, samuq, azıq. Bu tipli adlara saitlə başlayan şəkilci əlavə etdikdə, yəni bunlardan sonra sait gəldikdə, bunlarda x-ı əvəzlənməsi baş vermir. Yəni, samuq sözünü artırsaq, a-əl şəkilcisi, samuğa gedirəm yox, elə samuxa formasında olmalıdır. Və yaxud qazağa gedirəm yox, elə qazaxa formasında olmalıdır. Bu da bir qaydamız. Bu qaydaları mütləq və mütləq yadda saxlamaq lazımdır. T-da xüsusilə diqqətli olun. Sözün sonunda gələn d-dır adətən. Sözün ortasında gələnsə adətən t-dır. Sözün ortasında gələn t-nı d kimi tələffüz edirik. Ancaq sözün sonunda gələn d-nı da necə tələffüz edirik? T formasında tələffüz edirik. Söz sonunda b, d, c, c qaydasında artıq bu məqamı qeyd etdiyim üçün burada qeyd etmədim. Burada t-nın d kimi tələffüz olunmazdır. Daha sonra eyni cinsli qoşa samitli sözlərdə diqqətli olacağınız bir məqam, hansı ki biz qeyd etdik ki, tərkibində qoşa q, qoşa ç, qoşa p, qoşa t, qoşa y olan sözlərdə dəyişilmə baş verir. Digərlərində kök daxilində dəyişilmə baş verməyəcək. Məsələn, tutaq ki, d-nı götürək. Kök daxilində qoşa d-dan istifadə olunubdursa, bu zaman dəyişilmə baş verməyəcək. Yəni, məsələn, addım sözü elə addım formasında da qalacaq. Və yaxud, məsələn, güllə sözü elə güllə formasında da qalacaq. Bütöv kökdən ibarət olan sözdür. Amma kök şəkilci daxilində bu zaman dəyişmə baş verə bilər. Məsələn, tutaq ki, elə kənd sözünə dən şəkilcisini artıranda qoşa d-dan istifadə olundu. Bu başqa bir məsələdir. Amma bu başqa bir məsələdir. Kök daxilində eyni cinsli qoşa samit, sadəcə qeyd etdiklərimiz, əvvəl qeyd etdiklərimiz var, onlarda dəyişmə baş verir. Digər qoşa d-dır, qoşa z-dır, qoşa s-dır, qoşa b-dır, qoşa f-dır, bunlarda dəyişmə baş verməz. Amma burada sözün kökü kənddir, özündən sonra dən, samitlə başlayan şəkilci gəlir. Biz də dedik, söz sonda ilə bitdikdə, özündən sonra samit gəldikdə t-ya çevrilir. Bunun tələffüz forması kənd, dən formasında olur. Yəni, bununla bunu eyniləşdirib, demək olmaz ki, kök daxilində qoşa d-dan istifadə olunduqda hər hansı biri t-ya çevrilir, yəni addım sözü addım formasında qətiyyən işlətmək olmaz. Deməli, bu gün sizə samitlər bölməsini izah etdim. İnşallah növbəti dərsimiz heca, vurğu və ahəng qanunu olacaq. Sağ olun, sağlıqla qalın.